Həm də orada 40 sürət yazılıb. Bunlar sürürlər 140 sürətlə. Sürət həddi 40 olan yolda 100 ilə sürən sürücü piyadanı vuraraq öldürüb. Lənkəranda bir nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Hadisə rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan Mercedes markalı minik avtomobili avtobusdan düşən 57 yaşlı Rühəngiz Babayevanı yolu keçmək istərkən vurub. Ondan da çox. Tramvay yol, Lənkəranda İpək yolundan bura deməli bərk sürülür, Çel İpək yolu. Sözüm bu qədər. 19-cu adam bölür, bastırın. Qonşuyam, öz evimiz də buradadır. Hamı bilir ki, bu hər 3 aydan bir burada ölüm hadisəsi baş verir. Amma bu yola bir dənə qoyublar. Burada ən azı 3 dənə olmalı. Çünki bu başda 3 kilometr məsafədə düppədüz yoldur. Burada sürət 120 sürülür. Faktiki 40, sürət 40-dır. Hamının halı pərişandır. Heç bir sürücü istəməz ki, kimisə öldürsün, getsin içəridə yatsın. Heç kəs də istəməz ölüsü ölsün, qohumu ölsün. Bu radar işi həll olunsa, heç vaxt belə problem olmayacaq. İnsanlar 10 manatına görə o sürəti aşağı sürərlər, amma ölüm hadisəsi insanların yadından çıxır. Düşünmür ki, nəsə eləyər bilərəm. Heç kəs istəməz o insan öldürsün. Xahiş edirik, 3 dənə radar, ən azı 2 radar qoyulmalıdır burada ki, bu hallar baş verməsin. Bu hadisə vətəndaş yolu keçəndə sürücünün öz dediyinə görə sürəti 100 olub, özü dediyinə görə 100 olub, çatdıra bilməyib, sərnişini vurub. Hadisə yerinə çağırılan təcili tibbi yardım xidmətinin əməkdaşları yaralı qadını xəstəxanaya çatdırmaq istərkən o yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Bugün olmaz burada. Yok burada. Aşağı senden kamera işlemiyor ya. Bir dənə radar yeri qoyulub. Faktiki burada 3 dənə qoyulmalıdır. Ən azı 2 dənə radar qoyulmalıdır bu yolda ki, bu hadisələrin qarşısı alınsın. Hayır.